Özəl tibb müəssisələrinin lisenziyalaşdırılması zamanı analitik ekspertiza mərkəzi tərəfindən hansı tədbirlər görülür? Əgər şəxs özəl tibb fəaliyyəti ilə məşğul olmaq istəyirsə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etməlidir. Lisenziya verilməsi üçün tələb olunan sənədlər ərizəçi tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilir və lisenziyalar və icazələr portalı vasitəsilə analitik ekspertiza mərkəzinə göndərilir. Analitik ekspertiza mərkəzi tərəfindən müəssisəyə baxış keçirilərək normativ hüquqi aktların və mövcud standartların tələblərinə uyğunluq müəyyən edilir. Həmçinin müəssisənin tibbi qeydiyyat sənədləri, fəaliyyət istiqaməti üzrə avadanlıqları və tibbi cihazların olub-olmaması, onların sazlığı, tibbi personalın əmək müqavilələrinin mövcudluğu, diplom və sertifikatlarına uyğun işə götürülüb-götürülməməsi aydınlaşdırılır. Nəticədən asılı olmayaraq hər bir halda müəssisəyə dair rəy verilir və rəy İqtisadiyyat Nazirliyinə təqdim edilir. İqtisadiyyat Nazirliyi rəyə əsasən lisenziya verir və ya lisenziya verməkdən imtina edir.